olmaq lazımdır. Elnarə xanım, elə terapevt, endokrinoloq olaraq doktor vurğuladı tiplərə bölünməsində birinci və ikinci tip. Bəzən də bilinmədiyimiz başqa bir tip də var, deyilmi? İstəyirəm bu haqda danışaq. Ümumiyyətlə birinci tip özündə nəyi göstərici əsasındadır, ikinci tiplərdə nə yatır? Ümumiyyətlə şəkərli diabet nədir? Normadan yüksək qan şəkərin olmasıdır. Və daha çox rast gəlindiyimiz tip 1 və tip 2 diabet olur. Tip 1 diabet nədir? Yəni insulin ifrazı tamamilə olmur və pasiyent insulin istifadəsində olmalıdır mütləq. Yəni dərmanla bir şəkəri salmaq mümkün olmur. Tip 2 diabet adətən insulin ifrazı hələ yəni az miqdarda olsa da və yaxud normada ola bilər. Və o halda əgər ilk müraciət elədiyi zaman ağırlaşması yoxdursa, o zaman dərmanla başlanğıc ola bilər. Və digər nadir görülən növləri var, hansı ki, например, pankreas əməliyyatdan sonra və yaxud digər nadir görülən növlər ola bilər, bəli.